Hər vaxtınız xeyir. Klassik Napolyon tortu hazırlamışam. Bu mənim reseptimlə, mənim hazırladığım kremlə daha dadlı olur. Biraz çətin tort olsa da, həqiqətən axtardığınız bu dad mənim reseptimdədir. Səhifəmi takib edib dostlarınızla paylaşın. Tortun gözəlliyi isə videomda tam olaraq qeyd etmişəm. Resepti də videonun alt hissəsində də qeyd edəcəm, səsli olaraq da qeyd edəcəm. Tort o qədər gözəl xırçıldırırdı, yeməklə doymaq olmur. Bu tortda əsas məsələ təmiz kərə yağı və evdə hazırladığım qatlaşdırılmış süddür. Bir ədəd yumurtanın üzərinə 1 çay qaşığının ucunda duz, 1 çay qaşığının ucunda limon duzu və 1 xörək qaşığı alma sirkəsi, 1 stəkan buzlu su əlavə edib, qarışdırıb soyuducuda gözlədirəm. 400 qram un, üzərinə 300 qram kərə yağı. Tam buzlu olmalıdır, vacibdir. Buzlu yağı tyorkadan keçirdirəm. Başlayıram xəmiri sadəcə toparlamağa. Unla yağı qarışdırıb, üzərinə isə soyuducudan çıxartdığım bu qarışımı əlavə edib, başlayıram toparlamağa. Yoğurmağa gərək yoxdur, otağınız sərin olmalıdır. Otaq isti olsa yağ tam açılır, istədiyiniz effekti ala bilmirsiniz. Xəmiri toparlayandan sonra yarım saat 40 dəqiqə soyuducuda gözlədib üzəri üçün meyvələri təmizləyirəm. Və 250 qram yumşalmış yağı ağardıb, üzərinə 2 paçka vanilin əlavə edib, hazırladığım videolarımda da birində qeyd etmişəm, qatlaşdırılmış südü, qeyd edim ki, bunu özünüz bişirsəz daha dadlıdır. 500 qram, 350 qram yağa 500 qram əlavə edib, krem halına gələnə qədər qarışdırırıq. Krem birinci gözünüzə yumşaq görsənir, sonra isə soyuducuya qoyanda tam olaraq bərkiyir. Sonra soyuducudan çıxartdığımız xəmiri 10 bərabər hissəyə bölürük. Normalda 9'dur, mən 10 etdim, biri isə üzəri üçün. Xəmir çox bərkdir, xəmirlə biraz oynamaq çətin ola bilər sizə. Kündələr halına gətirib yenidən soyuducuya qaldırıram aşağı gözündə. Qabın arxasını unlayıb yayıram. Çox gözəl hamar yaymağa ehtiyac yoxdur. Sadəcə olaraq yüngül yayıb, normalda mən də 28 santimlik etdim, yığılanda 26 qalır və kəsmədim. Sadəcə yerini qoydum. Göndərdim 2-3 dəqiqə 180 dərəcədə bişməyə. Bütün gündələri bu qayda bişirəndən sonra krem soyuducudan çıxardıb başladım tortu yığmağa. Tortun qırağını hamarlamışdım, videoda da gördünüz. Kəsən vasitəsindən siz başqa qapaqla falan da kəsə bilərsiniz. Və üstündən hafifcə yumuşaq belə bastım ki, tam olaraq krem tortun xəmirindən birləşsin. Və qırağını da belə kəsib, üzərini bəzədim. Dadı da möhtəşəmdir, özü də möhtəşəmdir. Təmiz yağ və qatlaşdırılmış südün evdə hazırlamağı bu tortda çox vacibdir. Əsl Napolyon dadını almaq istəyirsinizsə, bu resepti mütləq sınayın. Mənə də rəylərinizi yazın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Baxıb keçirsiniz, bəyənirsiniz. Amma takip atmırsınız. Allah'a əmanət qalın. Sağ olun. Göz haqqınızı halal edin.